Hazırki mərhələdə isə sənədlər təqdim olunur. Həmin sənədlər, faktlar, sübutlar cinayət işi üzrə toplanmış sübutların yalnız bir hissəsidir. Mən sadəcə bir neçəsini qeyd etmək istəyirəm həmin mühüm sənədlərdən. Həmin sənədlərdən biri 1921-ci ildə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyən sənəddir və eyni zamanda ittiham üzrə keçən bir neçə sənəd var. Onu qeyd etmək istəyirəm. 1988-ci ildə fevralın 20-sində Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə qeyri-qanuni qəbul edilmiş sənəd və həmin ilin 1988-ci il iyunun 15-də Ermənistanın belə bir sənəd qəbul edərək o zamanlar SSR Ali Sovetinə göndərməsi və bu sənədlərin ikisinin də o zamanki SSR konstitusiyasına zidd olmasını təsdiqləyən sənədlər. Və bu cür sübutlar, faktlar, sənədlər cinayət işində olduqca çoxdur. Qeyd etmək lazım ki, 35 il ərzində bu Azərbaycana qarşı törədilmiş cinayət faktlarının sübutlarıdır. 1389 cinayət işi bir icraatda birləşdirilir və 2548. Bütün bunlar hamısı bir icraatda birləşdirilmiş cinayət işi üzrə məhkəmə prosesində araşdırılır. Hal-hazırda təqsirləndirilən şəxslərə sual-cavablar mərhələsidir. Qeyd edək ki, bundan sonra zərər çəkənlər məhkəmədə sərbəst ifadələrini verəcəklər. 531 mindən çox zərər çəkən var ki, onların bir qismi də məhkəmə prosesində iştirak edirlər.